Hamınızı salamlayıram. Hoş gəlmişsiniz. Demək, mövzumuz evlatlarımızı necə itiririk və ya nəsillər arası nifaq. Əslində mənim qadın, kişi, ailə haqqında yazdığım mövzuların məntiqi davamı olaraq gəldi çıxdı bura. Ailə haqqında söhbətimizin davamı olaraq gəldi çıxdı bu ki, necə oldu ki biz evlatlarımızı itiririk. Biz ağıllıyıq, 21-ci əsrin adamlarıyıq, biz təhsil dövründə yaşayırıq. Biz uşaqlarımıza ən yaxşı təhsili veririk. Azərbaycanlılar çox tutquludular uşaqlarına savad verməkdə. Bəlkə başqa millətlərdən daha çox tutquluyuq. Nə bilim, mən o qədər müqayisə eləməyə imkanım yox idi, amma əskərlikdə, Sovet ordusunda baxdım, gördüm ki, neçə dənə Azərbaycanlı düşübsə, az qala yarısı bunun ali məktəbdə oxuyur. Türkiyədə də ünsiyyətdə olanda onlar çox buna təəccüblənirlər ki, sizdə deyir, çoxsu universitetdə oxuyubdur. Yəni, biz ali məktəb, ali təhsil almağa bu qədər önəm veririk. Bizim üçün çox önəmlidir ki, uşaq ali təhsil alsın. Elə bilirik ki, tamam onun talihini həll eləmiş olduq bu ilə. Və sonra böyük bir məyusluq gəlir bunun arxasıca. Çünki uşağın dünyəvi elmlərdən xəbəri var, amma nə üçün yaşayacaq, niyə yaşayacaq, hansı istiqamətə hərəkət edəcək, bu barədə heç bir biliyi olmur. Biz faktiki olaraq onu savadlandırıb, hələ biraz da qoltuğuna qarpız verib, əliyalın şəkildə həyata buraxırıq. O bilmir hara getsin. O bilmir hara getsin, nə üçün yaşasın, bu həyat nə üçündür, Allah onu niyə yaradıbdır. Çox maraqlı bir əsrə gəldik, çıxdıq. Hər şey haqqında bilirik, həyatımızın mənası haqqında bilmirik. Və elə bilirik ki, belə yaşaya biləcəyik və bu normaldır. Olmur. Olmur. Məsələn, mənə elə gəlir ki, mən hələ bir 10-15 ildə yaşamağa başlamışam. O vaxta qədər ki, ömrüm elə uşaqlıq olubdur. 58 yaşım var mənim. Çünki yalnız bir 10-15 ildə hiss eləmişəm ki, mən nə üçün yaşamalıyam, nəyin uğruna yaşamalıyam, ümumiyyətlə burada nə etmək olar, məndən əvvəlkilər nə edə biliblər, ümumiyyətlə bir insan evladı yer üzündə nə edə bilər? Bu, elə-belə asan suallar deyil. Və bizim təhsilimiz bu suallara qətiyyən cavab vermir. Dünyanın heç bir yerində də bu suala cavab vermir. Adamları manqurtlaşdırdılar. Dedilər ki, bunlarsız da siz yaşaya bilərsiniz. Bu suallara cavab vermədən də yaşaya bilərsiniz. Yetər ki, universitet qutarasınız. İmkan varsa xaricdə ən məşhur universitetləri qutarasınız. Onda hamısı sizi tərifləyəcək. Çünki o uşağı aldadırlar, onu belə çox tərifləməklə. Uşaq da elə bilir, həqiqətən həyatının zirvəsinə gəlib çatıb. Həyatının zirvəsi deyil o. O bilməlidir ki, nə üçün yaşayır. 2 dənə zirvə var Azərbaycanlıların həyatında. Bir instituta girmək, bir evlənmək. Şadlıq saraylarda çox şeydir, dəbdəbəlidir bizdə. Toylarımız da çox dəbdəbəlidir. Bəlkə hindilərə çatan varıq, amma dəbdəbəni biz də çox sevirik. Və insan evlənirsə elə bilir ki, bitdi daha bu, xoşbaxt olacaq. Xoşbaxt olmur, evlənməklə heç kimsə xoşbaxt olmur. Xoşbaxtlığı tapmaq lazımdır. Onu tapmaq lazımdır əvvəlcədən. Elə bilirlər ki, evlənməklə xoşbaxt olacaq və ya instituta girməklə xoşbaxt olacaq. İnsan nə üçün yaşadığını bilmirsə, heç vaxt xoşbaxt olmayacaq. İş. İnsan həyatının əsas işinin nə olduğunu anlamalı. İndi buna da bir məqam olmalıdır girmək üçün də. Hər adam istəyəndə girmək olmur. Ki, insan özünə sual verməlidir, mən nə üçün yaşayıram? Evlad olaraq mənim funksiyam nədir?
valideyn olaraq mənim funksiyam nədir? Bunu anlamaqla və qədim dövrün kitablarında incə-incə yazıblar bunu. Konfutsuda yazıb bunu, Vedalarda yazıb bunu, Tövratda da yazılıb və Quranda da bu yazılıb. Ata-anaya necə münasibət bəsləyəcəksən? Uşağına necə münasibət bəsləyəcəksən? Deyir, uşaqlarınız və var dövlətiniz sizi bizə yaxınlaşdıran deyil, Quran deyir. Uşağın başına o qədər fırlanırlar ki, uşaq başını itirir. Həyatın mənası elan ediblər uşaqları. Allah isə deyir ki, o deyil. Uşaqlarınız sizi bizə yaxınlaşdıran bir şey deyil. Uşaqlıqdan bilməlidir ki, onun bir hədəfi var, o həqiqətə doğru getməlidir. Və bu asan məsələ də deyil, deyim sizə. Yaqub Peyğəmbərin evində belə bu məsələ həll olunmamışdı. Qardaşlar saldılar Yusifi quyuya. Bu, Peyğəmbər belə olsan, bu sənin ailəndə həll olunub olunmayacağı garantili deyil. Lut Peyğəmbərin ailəsində yoldaşı ilə problemi var. Garantili deyilsən, Peyğəmbər belə olsan, mütləq və nə cür deyəcəksən? Evlada necə öyrədəcəksən? Quran deyir, əmr eləyin. Əmr eləyin onu deməkdir ki, ibadət etməyi, namaz qılmağı əmr eləyin. Yəni, daha da zülm eləməyəcəksən. Yəni, kəskin şəkildə deyəcəksən ki, oğlum, başqa yolum yoxdur. Mən sənə deyirəm. Amma özün nə tərs istəyirsən, bax. Çünki dində zor yoxdur ayəsi də var orada. Əmr eləyəcəksən, yəni açıq, aydın, alternativsiz olaraq deyəcəksən. Oğlum, mən yaşadım, gördüm, həqiqətsiz yaşaya bilməzsiniz. Həqiqəti axtar, dərk elə və ona qulluq elə. Həqiqətin qısası var. Həqiqət ayılmış ruhun gördüyüdür. Sən indi yatmış ruhsan, nə həqiqət görürsən, nə yalan görürsən. Amma ayılanda görəcəksən. Ayılanda görəcəksən. Bu kitablar da müqəddəs kitablar. Ayıq adamın gördükləridir. Ayıq ruhun gördükləridir. Sənə deyilir ki, çox səhv eləməyəsən, hər halda bir yaxınlaşmağa çalışasan bu ayələrə. Ki, bir gün bunun içi sənin üçün tam aydın ola bilər. Bunu açıq aydın deməlidir. Həyat yoldaşına bunu deməlidir. Yoxsa elə bilirsiniz ki, olmur. Peyğəmbərin ailəsində belə, Quranda ayələr var da, birdən dünya malına, geymə, keçmə, qırqızıla meyl yaranır. Çağır denən ki, onlara bu lazımdırsa, ver çıxsın, geçsin. Yox, onlara Allah və Peyğəmbər lazımdırsa, özlərini doğru aparsınlar. Bizə bu ayələri niyə görə deyir? Allah niyə görə Peyğəmbər ailəsinin belə sirrini bizə açır? Peyğəmbər belə olsaz, nəfsdir bu. Gedirlər psixologun yanına, deyir ki, mənim yoldaşım mənim eşitmir. Bir-birini eşitmək ümumiyyətlə yaxşı şeydir. Amma sən Allah'ı eşitmirsən, problem olan budur. Və sənin ərin də Allah'ı eşitmir, problem olan budur. Deyir, birisi yazmışdı mənə ki, o suallar çox yaxşı yönəldir əslində ki, yaxşı kişiyə rast gəlmək çətindir axı. Bu yaxşı kişi olsun, biz də ərə gedək. Deyirəm ki, amma belə olmur. Allah deyir ki, mən sənə sənin tayını rast gətirəcəm. Yaxşı yox. Sən kimsənsə, tayın da o olacaq sənin. Amma sən tanımaya bilərsən öz tayını. Sən razı olmaya bilərsən. Yox, axı mən görmüşəm, o daha yaxşıdır. Mən onu istəyirəm. Amma sən onu ala bilmirsən. Sən mağazaya gedirsən, tutalım bir şey almalısan, telefon almalısan. Pulun nə qədərə çatırsa onu alırsan. Elə deyilmi? Nə qədər qazanmısansa onu ala bilirsən. Amma gözün qalır yaxşısında. Hə, bir də olur ki, ailə namaz da qılır, oruc da tutur. Hər şey də yerində, xoşbaxtlıq yenə yoxdur. Onda daha dərin bir iş var. Baxın, görün, nəyi səhv edirsiniz. Bəlkə ölübdür ibadətiniz içərdə. Bəlkə siz də ölmüsünüz o ibadətin içərisində. Hissiyat körşalıb,
Onu diriltmək lazımdır. O da siqnaldır. İnsan xoşbaxt olmayan kimi bu ona siqnaldır. Xoşbaxtlıq insanın təbii halıdır. İstəyirsiniz evlatlarınızdan ayrı düşməyəsiniz, Allahın həqiqətini tapın. Allahı tapsaz, uşaqlarınızı da tapacaqsınız. Allahı tapsaz, ata-ananızı tapacaqsınız. İtirmişsiniz, çünki Allahı itirmişsiniz. Allahı tapsaz, hamısını tapacaqsınız bir. Uşaqlarınızı xilas eləməyə çalışırsınız, özünüzü xilas eləməyə çalışırsınız. Allahı axtarmadan hər şeydə itir. Heç bir faydası da olmur bu işin. Amanın günüdür həqiqətdən müğayət olun. Yer üzündə canişin olaraq nəzərdə tutur Allah insanı. Ədalətin, gözəlliyin, haqqın gözətçisi, tətbiq edəni kimi Allah insanı nəzərdə tutur. Və insan bu roldan başqa hansı rolu oynamaq istəsə, heyvandan da pis olur. Çünki heyvanın öz rolu var da. Heyvan rolu yeyib içib yaşamaq, sevinmək, bax belə. Sən o vəzifə sənə dar gələcək. Sənin biraz süni olaraq özünü gəlişdirmən də lazım olacaq. Qələmlə gəlişdirmən gərək olacaq. Bu tərbiyədir. Heyvanlara tərbiyə lazım olmur. Amma hətta heyvanı belə tərbiyə eləyəndə ondan çox böyük faydalar əldə eləmək olur. Bunu da məsələn, Budda Peyğəmbər də deyirdi. Deyirdi, ram olunmuş atlara baxın, ram olunmamış ata baxın. Ram olunmuş atla çox iş görmək olur. İnsan ram olunmayıbsa, həqiqətlə, o özünə də bəladır, ətrafına da bəladır. Məna, Allahın mənası, parlaq şəkildə aşkara çıxmır o insanda. Məna insanda o zaman parlaq şəkildə aşkara çıxır ki, o görməli olduğu işi öz üzərindəki görür. Yəni, Allahın elmi ilə, qələmi ilə, öyrətdikləri ilə özünü inkişaf etdirir. Özünü dəyişdirir, bir də doğur sanki. Bir dəfə təbiətin balası olaraq dünyaya gəlmişdir, bir dəfə də ruhdan doğulur. Din, insanın ikinci dəfə doğuluşa girmə projesidir. İnsan olaraq, əxlaqlı birisi olaraq doğulmasıdır. Ən yaxşınız belə deyir, bunları bilmirdim. Peyğəmbərə münasibətdə deyir, sən bu şeyləri bilmirdin. Sən yaxşı oğlan idin. Amma sən də bu şeyləri bilmirdin. Biz səni öyrədirik. Bunun tələbatı var. Allahdan öyrənmək tələbatı var insana. İnsan elə bilir ki, necə var anası dünyaya gətirib, eləcə düşüb, qaçıb getməlidir, elə bəs eləyir o. O bagaj bəs eləyir. Anası gəldi, ona şərtsiz sevgi qoydu. Ay mənim gözəl balam, ay mənim ağıllı oğlum. O da belə xoşallanır. Hər bir halda ana məni sevir. Ata isə Allahın o biri üzrəni təmsil edir. Deyir ki, bir uğur qazan səni sevin. Allahın o biri üzü də odur. Həqiqətə çatmasan, bədbaxt olacaqsın. Həqiqətə çatmasan, avara-avara gəzsən, cəhənnəmə düşəcəksən. O avaraçılıq səni daha pis yollara gətirib çıxaracaq. Yox ki, sən həqiqəti axtarmırsan, yaxşı qalırsan. Ateistlərin ümidi odur. Ki, sən həqiqəti axtarmırsan, yaxşı qalırsan. Yox, həqiqəti axtarmırsansa, pisin pisinə qədər yolun var. Sənin həqiqəti axtarmaqdır sənin gözəlliyin, sənin urvatın oradadır. Və şərtsizlik məsələsini mütləq şərh eləyəndə, şərtsiz sevgi, biz də şərtsiz sevməməliyik insanları. Siz, məsələn, Konfutsi bunu deyirdi. Deyirdi ki, bir dəfə ona deyirlər ki, müdrik adam deyir, pislik eləyənə də yaxşılıq eləməlidir. Deyir, bəs onda yaxşılıq eləyənə nə eləməlidir? Yaxşılıq eləyənə biz yaxşı yanaşacağıq, pislik eləyənə də yaxşı yanaşacağıq. Şımartmayacaqsın, sevgini verməyəcəksən. Nə qədər ki, doğru yola gəlmirik, Allah da bizə sevgisini göstərir.
Çünki bizim də ehtiyacımız yoxdur. Biz elə gəlir ki, həmən o illərdə bizim Allaha ehtiyacımız yoxdur. Allah da göstərir. Birdən doğru yola düşürsən, görürsən ki, həyatın dəyişməyə başladı. Hər yerdən lütf gəlir üstüvə, bərəkət gəlir üstüvə. Sevgisini göstərməyə başlayır Allah. Allah da şərti verir sevgisini. Doğru yola gələcəksən, sevgimin gürünü görəcəksən. Yanlış yola gidəcəksən, səni elə bir qaranlığa salacam ki, əlvi çıxaranda əlvi belə görməyəcəksən. Qabaqdan da qaranlıqla örtəcəm, arxadan da, üstdən də. Səni qaranlıqla bürüyəcəm ki, bəlkə qorxundan qışqırıb qaydasan, geriyə yol axtarasan. Ona görə çox əhəmiyyətli bir şeydir o ki, Allahın sevgisi işə. Biz necə sevməliyik, ikinci hissə söyləyir. Biz də elə o cür sevməliyik. Yəni, adam sevgiyə layiqdirsə, ona o sevgini ifadə eləmək. Sevgiyə layiq deyilsə, özünüzü göndərməliyiz. Yaxşı şey deyil. Dəstəkləməməlisiniz. Sevginiz sizin dəstəkdir. Sevginizlə dəstəkləməməlisiniz. Dostluğunuzla dəstəkləməməlisiniz. Deyir ki, pis adamla oturub durmuyor. Oturub durmaq, onu dəstəkləmək. Eləməməlisiniz, deyir. Sən onu dəstəkləməməklə ona fayda verirsən. O günlərin bir günü aylanda deyəcək filan kəs də görsən, üzünü məndən çevirmişdi. Çevirmişdi üzünü məndən. Demək ki, o mənə mesaj ötürürdü. Ən çətin olanı öyrənmiyordu ki, bax, Quran bunu deyir, gərək bunlara çox sığır. Ona görə Quran kimi kitabları 20-30 il oxumaq lazımdır. Bitdi təzdən bir də oxuyursan, bitdi təzdən bir. Çünki insan sadəcə küt varlıq deyil, həm də israrən küt varlıqdır. Çox gec çatır adama. 20 il gərək oturdurasan o həqiqəti ki, təkrar ki, xardal toxumu boyda olsa bir yaxşılıq eləsən, Allah onu qayaların içində də olsa çəkib çıxarıb qabağına qoyacaq. Xardal toxumu boyda da olsa pislik eləsən, onu da gətirib sənin qarşına çıxacaq. Bunu, bayaq şükranlıq həqiqətini deyirdim, bunu da o qədər təkrar deyin özünüzə ki, çatsın bu sizə, başınıza, ürəyinizə, iliklərinizə qədər. Bu həqiqət sizə çatanda bu streslər olmayacaq. Siz əmin deyilsiniz nə baş verdiyindən. Siz elə gəlir, həqiqət havada qalır. Ona görə narahat olmuşsunuz bu qədər. Həqiqət heç vaxt havada qalmır. Heç vaxt. Əksinə dua eləyin o yazdıqlar üçün. Əgər sizə zülm eləyibsə, Allah göstərməsin, nələr çəkəcəklər olar. Peyğəmbərə belə deyir ki, üzümü çöndər deyir onlardan. Onlar mənə burax. Burax onlar mənə. Amma bizə bu çatmır. Mən bunlara çatdıqca, bu həqiqətlərə, baxdım, bu həqiqətlərdə necə tükənməz bir güc, tükənməz bir hüzur vardır. Biz o hüzur potensialını aşkarlamamışıq həqiqətlərin. Xoşbaxtlıq potensialını aşkarlamamışıq. O həqiqətlər sözdür bizim üçün yalnız. Sözdür. O nə vaxt sözdən xoşbaxtlıq verici səadətə çevriləcək, ona qədər işləmək lazımdır özlərinizdə. Bəzən mənə soruşurlar ki, həqiqət nədir? Elə yekə hərflə də yazırsan. Bir nəfər var, demək olar ki, hər postumun altında onu soruşur. Deyirəm, uzun məsələ. Amma məsələn, burada deyərəm. Deyir, burada deyir ki, eşidincə sakitləşdiyin sözdür həqiqət. Bütün gərginliklər, bütün narahatçılıqlar hamısı aradan çıxır. Eşidincə xoşbaxt olduğun sözdür həqiqət. Əgər həqiqət adına kitabı oxuyursansa, o sənə səadət vermirsə, demək, hələ doğru oxuya bilməmsən. Hələ yetərli qədər oxuyanmamsan, yetərli qədər dərin qatına girməmsən, orada hər bir hüzur var. Zülmə məruz qalanda sizə zülm eləyənə dua eləyəcəksiniz. Yazıq, o bilmir ki, nə edir. Özümdən demirəm, İsa Peyğəmbər çarmıxa çəkəndə, onu çarmıxa çəkənlər üçün dua edirdi. Allahım, sən onları bağışla, onlar bilmirlər nə edir.
Bu həqiqətdən asıllığın səviyyəsinə baxın siz. Bu söz deyil. Biz oxuyuruq bu hekayətləri də İsa Peyğəmbər haqqında, ya Məhəmməd Peyğəmbər haqqında. Deyirik ki, gör adam nə o. Bir girin onun dərsinə. Özünüzü onun yerinə qoyun. Gör bu buna necə baxıbdır. O qədər əmin olub bundan ki, yəni sən dəfələrlə Allah niyə görə siz yaxşılıq eləyəndə qarşılığını verir? Bu otaqda nə qədər yaxşılıq eləyən adam varsa mütləq qarşılığını görüb ürəyi başlayıb əriməyə. Allaha baxa, balaca bir şey elədim, gördü də mükafatlandırdı da məni. Adamın ürəyi əriyir. Bu əriyə-əriyə ürəyində əminlik ağacı əkir, qədir ağacı bitir ürəyində ki, yaxşılıq, yaxşılıqla qarşılığı verilir. Ondan sonra balaca bir pislik eləyəndə qorxursan. Bu qanunu Newtonun qanunundan daha dəqiq bilir ki, məsələn, Newtonun qanunu bilən bilir ki, mən bu dəqiqə bunu itələsəm, bu stəkan yerə düşsə, çırpılıb qırılacaq. Yerin cazibəsi onu çəkəcək, çırpılıb qırılacaqdır. Bunu, fizikanın bu qanununu hər kəs bilir. Mənəviyyatın o qanununu biləndə ürəyiniz sakitləşəcək ki, pislik eləyəndə mütləq pisliklə qarşılığı gəlir. Yaxşılıq eləyəndə də yaxşılıqla qarşılığı gəlir. Lənət düşdü. İsa Peyğəmbər deyir, Allaha doğru gedən yollar saysız hesabsızdır. O yol sizin ürəyinizdən keçir. Ürəyinizdə nələrsə var, o iplər var ki, o sizi aparır Allaha sarı. Onları oradan tuta bilərsiniz. Hər kəs üçün də vahid bir şey yoxdur. Məsələn, elə adam var ki, bu yaxınlarda tanış oldum, valideyninə qulluq etmək, valideynini məmnun etməkdə yol tapıbdır Allaha sarı. Yəni, bu Quranda var, amma o məsələni özəlliklə kəşf edibdir. O danışanda baxdım ki, o bunu kəşf edibdir. O bunu axtarıb tapıbdır. Təcrübədən keçirib görüb belədir. Mənim məsəl üçün biraz da yarı nəzəriyyə ilə bildiyim şeyi o tətbiq eləyib görübdür. Ona görə Allah hər elm verdiyi adama da spesifik bilgi verir. Bir hissəsini verir, bir cəhəti verir. O cəhətdən gəlir, çıxır, girir o məbədə. Məbədə fərqli yollarla gəlmək olar. Elm haqqında çox illüziya var. Elmlər haqqında. Cəmaata da o illüziyanı yayıblar. Elm güya ki bilir. Elm kördür, elm heç nə bilir. Bilən alimdir, əgər bilirsə. Onun elminin də açılması üçün gərək içində durulma yaransın, aydınlıq yaransın, işıq yaransın. Elmin özünün bir avtoriteti yoxdur, alimin avtoriteti olar. Biz elmin avtoritetini yaratdıq, diplom kultu yarandı. O diplomu da hər yolla almaq olar. Parayla alanlar da var. Əzbərləyərək süni, saxta elmi işlər yazıb alanlar da var. Özü yazıb, amma işi də sünidir. O qədər mən gördüm ki, axtarış yoxdur məqalədə, axtarışı imitasiya edir. Axtarış yoxdur məqalədə. Buna deyiblər ki, metodologiyada bir axtarış olmalıdır. Biz filan kəsə baxdıq, beşmən kəsə baxdıq, bu mənbələrə baxdıq, gəldik, çıxdıq Turana, Turandan çıxdıq Arana və nəticədə gəldik, hər şey var o məqalədə. Axtaran ruh yoxdur. Axtaran ruh yoxdursa, alim hələ doğulmayıbdır. İmitasiyadır bu. Gəlirlər adıma deyirlər, siz bizdə deyir, məqalə yazmaq metodikasını bilmirlər. Məqalə yazmağın metodikası var. Metodika var, adam yoxdur. Məqalənin içində. Alimlik dərəcəsi var, alim yoxdur. Diplom var, içində alim yoxdur. Alim bilirsiniz nədir? Allahdan çox qorxan. Alim odur ki, o dəqiq bilir ki, pis iş eləyən mütləq pislik tapacaq. O qədər aydındır ki içi, o qədər durulub ki içi, bu həqiqəti gün kimi görür. Görünən dağ kimi görür, bələdçi lazım deyil ona, kimdənsə sitat gətirsin, hansısa kitabdan falan. Görünən dağ kimi görür bunu ki, balaca bir pislik eləsən, o sənin qarşıva çıxacaq.
balaca bir yaxşılıq eləsən, o da sənin qarşına. Alimlik duruluqdur, aydınlıqdır. Konfutsi deyir ki, eğer birisi valideynlərinin sayğısında gözəl bir şəkildə durursa, imperatora xidmətində qüsursuzdursa, qonşuları ilə mehriban keçinirsə, mənə desələr də ki, o adam savadsızdır, mən onu əsl alim adlandırıram. Budur ölçü. Əxlaqa böyük elmlə çatmaq olur ancaq. Böyük elm yaranırsa, əxlaqlı adam yaranır. Biz adamlara diplom verməyi öyrəndik. Metodika, nə bilim nə, hamısı cəfəngiyyatdır. Adamları aldatdıq biz. Əsl alim keçmişdə nə qədər doğulursa, indi də o qədər doğulur. Siz elə bilirsiniz, Nəsrəddin Tusinin diplomu vardı. Harvarddan, ya Massachusetts'dən. Siz elə bilirsiniz, onun möhürlü, surguçlu diplomu var idi. Onun elmi var idi. Hər kəs də bilirdi ki, elm doğulur. Zamanında sınavından çıxdı. Bir insan, ruhlu insan doğulursa, orada məscid yaranır deməkdir. Müəllim doğulursa, orada məktəb yaranır deməkdir. Biz tərsdən gəlirik. Divarlardan başlayırıq məktəbi tikməyə. İnsandan başlamalıdır məktəblər. Axtaran, Allahı axtaran səmimi insanlardan başlamalıdır məbədlər. Keçmişdə belə idi, Yaponiyada da belə idi. Bir usta həqiqətə çatırdısa, manastır tikmək fikrinə düşürdü. Mən bir manastır tikeyim, bu uşaqlar gəlsinlər yanıma, öyrədim onları. Yer olsun öyrətməyə. Arzusu bu olur, pul toplayırdı. Manastır tikəcək. Hətta Nietzsche'nin belə ağlında var idi elə bir manastır tikmək. Hələ Nietzsche həqiqətə çatmış adam deyildi, amma qımıldanırdı. Bir insandan başlamaq lazımdır. Zahiridən yox, divarlardan yox, elmdən yox, alimdən başlamaq lazımdır. Alim varsa elmin urvatı var. Alim yoxsa institut belə heç nəyə dəyməz. Bir-birlərini elə yaxşı tanıyırlar ər-arvad ki, o sənin zəif yerlərini sənə göstərmək üçün mövcuddur. Həm də səni möhkəmləndirmək üçün mövcuddur. Ər də həmçinin. Onun axmaq bir cəhəti ola bilər. Sənə elə gələ bilər ki, o axmaq cəhət sənin üçün bir zülümdür. O isə sənin nəfsinin müalicə olunması üçün bir problemdir. Təsadüfi yarpaq belə düşmür. Allah olaylaşdırır bizim qəlbimiz üçün lazım olan dərmanları. Bizim başımıza gələn xəstəliklər də müalicəmiz üçündür. Hər xəstəlikdən sonra önəmli bir immunitet yaranır adamda. Həqiqəti dərk etmiş adam, yalanların immunitetindən çıxan adamdır. Ona görə düşəcəyiniz bütün situasiyalar, yəni ailələr ideal olunur, hamısı bizim böyüməyimiz üçündür. Bizi yaradan, bizim bütün əyər əksiklərimizi bilir və bizi də çox fərqli yaradır. Çox fərqli dərəcələrdə, fərqli məqamlarda, fərqli boylarda yaradır. Biz tamamən Allahın əlindəyik. Ehtiyatımız da olmalıdır. Amma dəli olacaq qədər yox. Bunu ilə manipulyasiya olunmağa icazə veririk. Biz çətin situasiyadayıq yer üzündə. Baxmalıyıq ayağımızı hara atırıq. Biz insanlar. Biz orta xətti tutmalıyıq bu məsələdə. Bərəkətli xətt odur. Həyəcansız olma, acısını çəkərsən. Narahatlığın olmamağın acısını çəkərsən. Narahatlığın olsun. Amma gözəl narahatlığın olsun. Teşekkür ederim. Siz sağ olun.